Selam dostlar. Düşünce sahədə, fikir sahəsində azadlığın olmaması insanın tarix boyu qədər uzundur. Yəni insanın nə düşüncəsi və ya nə fikri varsa ona sayğı göstərilməmişdir. Bu sayğının göstərilməməsi insanın tarixinin boyuna qədər və bu uzantı 2-ci Dünya Savaşına, ondan sonra da 1948-ci ildə İnsan Haqları Evrensel Bəyannaməsi qəbul olunmuşdur. Yəni 75 il bundan öncə. Yəni düşüncə azadlığının rəsmiləşməsi və evrensel bir dəyərə çevrilməsindən 75 il keçir. Yəni insan fikir və düşüncə azadlığını hüquq olaraq, o da uluslararası hüquq olaraq. Çünki bəzi dövlətlər, yəni istibdadi dövlətlər və diktatori dövlətlərdə fikir və düşüncə azadlığı yoxdur ki. Evrensel bir haqq və uluslararası hüquq olaraq 75 il bundan qabaq qəbul olmuşdur. Yəni o zamandan bəri insanlar hər bir toplumda olsunlar, hər bir ölkədə yaşayırlarsa yaşasınlar, amma bu evrensel haqqı, yəni fikir azadlığı və ya düşüncə azadlığını əldə etməyə mücadilə aparırlar. Və genəldə azadlığın, yəni insan azadlığının ən böyük bölümü düşüncə azadlığı, ifadə özgürlüyüdür. Sözün deyə bilmə şəraitinin bir ortamda qəbul olmasıdır. Yəni ifadə özgürlüyü ya düşüncə azadlığı insanın azadlığının kökün təmin eləyən bir haqqdır, bir ilkədir. Olmayınca, yəni ifadə özgürlüyü və bəyan azadlığı olmayınca insan necə azad ola bilər? İnsan necə elə bilər özünü çətinliklərdən, ağırlıqlardan, zülmdən qurtara bilsin? İfadə özgürlüyü ya düşüncə azadlığı insanın necə əsarətdə olması və necə əsarətdən qurtulmasına bir dil, bir imkan və bir qurtuluş yolu göstərir. Yəni bir zülmü, bir əsarəti dilə gətirməyincə, o haqda maarifləşməyincə, o haqda fikirdaşlar bir müəyyən qonuda bir araya gələ bilməyəcəklərsə, necə o zülmüdən və ya əsarətdən qurtula bilərlər? Ona görə düşüncə azadlığı və ya ifadə özgürlüyü insan və toplumun azadlığına açılan bir yoldur. Düşünün bir ailədə, düşünün bir toplumda, düşünün bir dövlətin siyasi coğrafiyasında, bir ölkədə ifadə özgürlüyü olmayınca hansı iyilikləri, hansı yaxşılıqları toplumda uygulamaq olur? Ailədə gerçəkləşdirmək olur və ya bir ölkənin bir araya gəlməsində şərait sağlaya bilir. Düşünün bir ölkədə siyasi partiyalar, deyək siyasi güclər arası dayanışmaya səbəb olan faktor ifadə özgürlüyüdür, düşüncə azadlığıdır. Hətta toplumda demokratik hüquqların əldə olmasında, deyək iqtidarla, dövlətlə müxalifətdə olan partiyalar və ya müxalifətdə olan şəxslər ya müxalif olan şəxslər həyatlarına əgər ifadə özgürlüyü və ya düşüncə azadlığı qəbul olmasaydı, necə eləyə bilərdilər? Sakinlikcə, dinc bir şəraitdə öz mücadilələrinə toplumu dəyişmək üçün çaba göstərsinlər. Və bugün dünyada ölkələr və düşüncə azadlığına və ifadə özgürlüyünə rəsmiyyət verən və İnsan Haqları Evrensel Bəyannaməsini qəbul edənlər, yəni hüquq-i bəşər bəyannaməsini qəbul edənlər bugün əsarətdən qutulan insanlara və bu əsarətdən və ya zülmdən qutulmaq üçün ifadə özgürlüyündən və düşüncə azadlığından istifadə etmək üçün bu dövlətlər bir sığınaq kimi hesab olurlar. Bugün düşüncə azadlığının rəsmiyyəti tanınması və ifadə özgürlüyünün qəbul olunması bir toplumda, bir cəmiyyətdə
əzilmiş kəsimlərin, deyək qadınların, deyək işçilərin, deyək zəif ailələrin, fəqir ailələrin haqlarının dilə gətirilməsində, yazılmasında, deyilməsində, mediaya çıxmasında ən önəmli rolu oynayan bir faktordur. Düşüncə azadlığı və ya ifadə özgürlüyü. Düşüncə azadlığı və ifadə özgürlüyü insanları bir araya gətirən bir ilkədir. Yəni hər kəsin haqqı var, necə istəyirsə düşünsün və başqasının hangi düşüncəni istəyirsə sahib olmasını rəsmiyyətə tanısın. Yəni iki insan fərqli düşüncə ilə bir-birinin düşüncə haqqını rəsmiyyətə tanırsalar, bu iki insanın bir arada yaşamağında problem ola bilirmi? Yox. Amma əgər iki insan bir-birinin düşüncə azadlığının olmasını rəsmiyyətə tanımırsa, o haqqı, o ilkəni rəsmiyyətə tanımırsa, o iki insan bir arada dura bilirlərmi? Yox. Ona görə fərqli düşüncəmiz nə qədər olursa olsun, düşüncə azadlığına və ifadə özgürlüyünü rəsmiyyətə tanırsaq, yəni bu haqqı qəbul edirsək, başqaları ilə bir arada toplumda yaşamağımıza zorluq və çətinlik olmayacaqdır. Bura gəldiyimizdə qoyun, öz Azərbaycanımızın içində olan və ya öz aktivistlərimizin içində olan zehniyyətlərə toxunaq. Fikir azadlığı və ifadə özgürlüyünün haqqını rəsmiyyətə tanımayanlar arasında vəziyyət necədir? Bu haqları rəsmiyyətə tanıyanların yanında əlaqələr, ilgilər necədir deyə baxaq. Bugün məsələ Türk aktivistlər içində Türkiyənin iqtidarına baxaraq iki düşüncə var. Bir kəsim Türkiyə iqtidarının müxalifi, bir kəsim bu aktivistlər Türkiyə iqtidarının dəstəkçisidirlər. Eyni şərait Azərbaycan Cümhuriyyətinin iqtidarının haqqında da var. Bir sıra müxalif, bir sıra dəstək verən insanlarımız var. Əgər bu iki kəsim, yəni müxalif mövqedə və dəstəkçi mövqedə olanlar insanın ifadə özgürlüyü haqqını, düşüncə azadlıq haqqını rəsmiyyətə tanırsalar, bu iki düşüncə sahibi bir-birinin qarşısında və ya bir-birinə düşməncə, əsəbicə və ya şiddət dili ilə qarşılaşarlarmı? Yox. Amma əgərsə bu kəsimlərdə düşüncə azadlığını və ifadə özgürlüyü haqqını rəsmiyyətə tanımırsalarsa, onda nə olar? Bu iki kəsim arasında gərginlik, şiddət dili, əhanət, töhmət və iftira dili artar. Yəni, bu ilkələrə, bu demokratik ilkələrə sayğı göstərməyincə Azərbaycan hərəkatı içində gərginlik törənir. Birliyimizə balta vurulur və əməldə siyasi gücümüz zəiflənir. Və siyasi gücümüz zəiflədikcə seçdiyimiz milli hədəfə varmamız çətinləşir, zorlaşır. Çox normaldır. Hərəkatın içindəki güclərin, şəxslərin, fərdlərin və aktivlərin bir-birinin qarşısında durma, bir-birinə nifrət bəsləmə, bir-birini düşməncə görmədə hərəkət zəifləmirmi? Güc azalmırmı? Hədəfə çatma çətinləşmirmi? Bunlar hamısı bir üzdən, bir illətlə belə olur. Düşüncə azadlığını və ifadə özgürlük haqqını rəsmiyyətə tanımamaq. Ya bu haqqı mənimsəməmək. Bu haqq elə bir haqq deyil ki, yalnız onu dildə qəbul edirəm deyə, amma əməldə başqa şey göstərəsən. Bu haqqı mənimsəməklə bu haqqı gerçəkləşdirə bilirsən. Dildə və sözdə ifadə azadlığını və ya düşüncə azadlığının rəsmiyyətə tanımasını söylərsən də, dilindən gəlsə də, əməldə başqa bir şey göstərəcəksən. Müxalifinə qarşı şiddət dili, əhanət dili, töhmət dili istifadə edəcəksən. Onu sıxıntıya qoyacaqsan və orada reaksiyaya səbəb olacaqsan. Bu reaksiyaların qarşılaşması hərəkatın zəifləməsi və hədəfə tərəf yürüməsini zorlaşdıracaqsan. Türk-Azərbaycan milli aktivistlər arası birliyi, dayanışmanı istəyirsənsə, Azərbaycan adına və ya Azərbaycan üçün yaranan siyasi, ictimai və kültürel təşkilat arasında dayanışmanı, birləşməni, yaxınlaşmanı, bir güc olmanı istəyirsənsə,
ifadə özgürlüyünü və düşüncə azadlığını yalnız dildə deyil, ürəkdə mənimsəyəcəksən və bu ilkələrin toplumda yayılmasına əlindən gəldikcə əsirgəməyəcəksən. Yəni bu demokratik ilkələr toplumumuzda yayılırsa, siyasi ünsürlərimizin, fəallarımızın, aktivlərimizin içində yayılıb mənimsənirsə, hərəkatımızın daha güclənməsinə, aktivistlərimizin daha bir araya gəlməsinə, siyasi təşkilatların dərin düşüncələrlə bir-birinə yaxınlaşmağına səbəb olacaqsan deyə düşünmək lazımdır. İfadə özgürlüyü, düşüncə azadlığı Türk Milli Demokratik Hərəkatını Güney Azərbaycanda və ümumiyyətlə İranda Türklərin milli hərəkatının qurtuluş yolunun nəfəs alan məcrasıdır. Güclənmə səbəbidir. Bir araya gəlmə və bir güc olma dəlilidir. Düşünün ki, Güney Azərbaycanda və ümumiyyətlə İranda Türk insanı bu demokratik ilkələri mənimsəyirsə, bu hərəkət hangi dağı aşa bilməz? Hangi əngəli qarşısından qaldıra bilməz? Düşünün ki, bu ilkələri, ifadə özgürlüyün və düşüncə azadlığını mənimsəmə bizim işimizdir. İnsanlarımızın işidir. Düşmən onu bizdən ala bilməz. Düşmən istəyə-istəməyə biz bu ilkələri qəbul etməklə hərəkatımızın genişilməsinə, fikrimizin toplumda daha güclü yayılmasına və təşkilatlarımızın bir araya gəlməsinə və Türk hərəkatı Güney Azərbaycanda və İranda geniş və güclü bir hərəkətə çevrilməsində ən önəmli rolu oynayan faktorlardan biridir. İndi siz özünüz düşünün.